Salam, heyf o şəhidlərimizdən. Boyu bu yerə soxum sənin boyu bu yerə. Yo, tanımadım. Ben Çünəmirdə çox adamı tanımıram. Adım efsanədir, naibə deyil. 20 yanvar Azərbaycan xalqının hüzün və ehtiram günündə ölkə üzrə bütün əyləncə məkanlarında musiqi dayandırıldığı, bir çox restoran və klubların fəaliyyətini məhdudlaşdırdığı bir vaxtda paytaxtda ciddi narazılıq doğuran görüntülər yayılıb. Xüsusi TV-nin sosial şəbəkələrdə apardığı araşdırma zamanı Neapol dairəsi 555 avtoservisə gedən yolun sol tərəfində yerləşən Çıraq Music Hall restoranında matəm gününə zidd şəkildə musiqili və içkili məclisin davam etdiyi iddia olunur. Əldə edilən görüntülərdə məkanın rəhbər heyətindən olduğu bildirilən administratorun TikTok platformasında canlı yayım açaraq izləyicilərlə təhqiramiz üslubda ünsiyyət qurduğu da görünür. Xatırladaq ki, Cənab Prezident 20 yanvarla bağlı paylaşım edərək bu günün ümumxalq hüzün günü olduğunu bir daha vurğulayıb. Rəsmi çağırışlara uyğun olaraq ölkə üzrə restoranlar musiqisiz fəaliyyət göstərməlidir. Lakin iddialara görə sözü gedən məkan maddi maraqları önə çəkərək bu qaydalara əməl etməyib və bununla da şəhidlərimizin xatirəsinə hörmətsizlik nümayiş etdirib. Cəmiyyət bu cür hallara qarşı həssasdır və qanunvericiliyin tələblərinin hamı üçün eyni dərəcədə tətbiq olunmasını gözləyir. Xüsusi TV olaraq inanırıq ki, yayılan görüntülər və iddialar aidiyyəti qurumlar tərəfindən hüquqi müstəvidə araşdırılacaq, qanun pozuntusu təsdiqlənərsə müvafiq tədbirlər görüləcək. Məsələ diqqətimizdədir. Yeni məlumatlar olduqca oxuculara təqdim edəcəyik. Jalə Rövşən, Xüsusi TV.